imzalardan biri. Azərbaycan Yazıçılar Birliyinin katibi, dramaturq, şair, roman ustası İlqar Fəhmət iştirak edir. Mən böyük məmnuniyyətlə İlqar müəllimi tribünəyə dəvət edirəm. Sabir mənim yaralı yerimizə toxundu. Biz doğrudan da bəzi mübahisələrdə öz ağrımıza qısılıb susuruq və deyilən ittihamlara cavab verməyə biraz özümüzə sığışdırmırıq. Amma yerindən duran, əsasən də bəzi media işçiləri, başqa bir şahin dostumuz olmaqla, yazıçılar nə yazır, niyə əks etdirmirlər, niyə ortada əsər yoxdur filan. Soruşan lazımdır, sən neyisə oxudun, bəyənmədin. Soruşanda bir oxumamışam. Deyinən ki, oxumamışam və yaxud oxudum, oxuduqlarım məni qane eləmədi. Bu başqa məsələ. Oxudum, bəzilərinin keyfiyyəti mənim xoşuma gəlmədi. Yoxsa yoxdur. Soruşan lazımdır. Sənin əlində o telefonal var. Sən hansı bir yazısını çıxardın, təbliğ elədin, bir reklam elədin ki, hansı bir əsər haqqında bir geniş verilişlər hazırlayıb, xalqa təqdim elədin ki, yazıcının işi də göründü. Oxumayıb, bilməyib, ittiham eləməyə nə var ki? Və mən təklif edirəm ki, bu kitabdan bir nüsxə mütləq bir şahirinə göndərək. O bilsin yazıçılarımız nə yazır və mən Sarıda xanıma təşəkkür edirəm. Yəni, tək ona yox, onun kimi tam deyilənlər çoxdur. Onları da göndərmək lazımdır bir xanımsına. Və mən burada bizim xanımlarımızı görürəm və Yazıçılar Birliyində də bu cür fəaliyyət çox olur. Bizim ədəbi mühitdə, Qarabağ mövzusunda yazılan əsərlər, bir neçə dəfə Armağan xalqda çap oldu. Onlar haqqında bir neçə dəfə toplullar çıxıb. Amma bu kitabın özəlliyi ondadır ki, burada həm də bir analiz gedir. Yəni, əgər kitabda bizim burada yerində, bu Gülxanı xanım əyləşir, Gülömari xanım əyləşir, bunlar bu sahədə ən aktiv bizim yazarlarımızdır, xeyli sayıda həm öz əsərləri, həm başqalarının əsərlərindən toplullar, almanaqlar, yəni bu təbliğatla geniş şəkildə məşğul olurlar. Amma ədəbi analiz olaraq, və Sarı mən qeyd edir, doğrudan da çox çətin bir şeydir ki, bu qədər əsəri sadəcə təbliğ eləmək, təqdim eləmək yox, həm də hər birinin qısa şəkildə, qısa 3-4 cümlə ilə ədəbi analizini verir, ədəbiyyatdakı yerini göstərmək. Və bu doğrudan da bəzən Bəxtiyar Vaxtda söz ediyorsa, şimdi söz edir ki, böyük mövzu haqqında kiçik fikir demək qədər çətin bir şey yoxdur. O bu kitabda məhz o cür toplanır. Çünki material həddən artıq çox olduğuna görə sən hansısa bir əsər haqqında 2 səhifə, 3 səhifə, 5 səhifə yazı bilmirsən. Məcbursan bir 5-10 cümlə ilə, yarım səhifə ilə bitirəsən. Bəzən elə əsər var ki, 30-40 illik hadisələri əhatə edir. Sən 2-3 cümlə ilə onu necə çatdırırsan. Amma Sarıda xanım onda gəlir və bu təbii ki, bizim müasir dövrün elmindən xas olan bir şeydir. Onun əvvəlki kitablarında da biz onu müşahidə eləmişdik. Azərbaycan ədəbiyyatında postmodernizmdən bağlı bir kitabına mən də var idi, baxdığım sonra əvvəlki əsərlərdə də yəni rusları da ifadə yonki, yəni tutumlu, kiçik amma tutumlu. Bax, müəlliflər haqqında, çox sayılı müəlliflər, o hansısa bir axını təbliğ edən, hansısa bir axının içində olan çox sayılı müəlliflər haqqında bu cür yanaşmaları həmişə onu fərqləndirib. Mən təbrik edirəm, düşünürəm ki, doğrudan da Azərbaycan ədəbiyyatında bu mövzu haqqında və son zəfərdən sonraki yox, elə zəfərdən əvvəlki dövrdə daxil olmaqla bir ensiklopediya xarakterli bir materialdır. Bir dənə nəyə yanıram, bəzən belə materiallarla bağlı, elə postmodernizmlə də bağlı əsərlərdə. Bu, internet çox inkişaf edən ölkələrdə bu cür kitablar formasında, internet sadəcə PDF formasında internetdə yox, bir tədbiq halında yerləşdirilir. Və orada bir iki dəfə İngiliscə mən qabağıma çıxıb. Nə xüsusiyyət olur? Bu, hansı əsər haqqında danışılırsa, internetdə bölmə gedir. Orası sılqa qoyulur ki, sən həmin linki basanda həmin əsər açılır. Yəni, artıq bu əsər yüzlərlə başqa əsərə keçid rolunu oynayır. Yəni, bu praktika var internetdə. Bizdə o cür internet imkanları çox geniş yoxdur, çünki mən Azərbaycanda o cür təcrübəni görməmişəm. Amma düşünürəm ki, gələcək üçün bu interneti yerləşdirdim və bizə ən azından çox müraciətlər olur. Filan mövzuda nə əsərlər var, filan mövzuda işlər yazıb, yəni nəyi oxumaq məsləhətdir. Və bu cür əsərlərin o xüsusda çox əhəmiyyətli yeri var. Düşünürəm ki, ədəbiyyat tariximizdə də önəmli yerini tutacaq. Təşəkkür edirəm və təbrik edir Sarıda xanım. Hələ qarşıda bu cür böyük işlərdə çox enerjiniz tükənməsin.